The correct variant, doğru variantı seçin. In the 20th century, people used suitcases or backpacks to carry their money, but today people only credit cards. Biz burada zaman zərflərinə görə düzgün zamanlar təyin etməliyik. Birinci tərəfdə in the 20th century 20-ci əsrdən söhbət gedir və burada biz keçmiş zaman istifadə etməliyik. İkinci tərəfdə isə today indiki zamana aid olduğu üçün indiki zaman istifadə edəcəyik ki, A variantında were used keçmiş sadə məchulu, are used isə indiki sadədə düzgün şəkildə verilməyən bir formadır. Və birinci tərəfdə insanlar pullarını daşımaq üçün çamadan və yaxud da ki, çantalardan istifadə edirdilər. Burada istifadə edən insanlar özü olduğu üçün məchul növ gərək deyil, ona görə A variantı səhvdir. B variantında did not yazmışıqsa feildəki id düşməli idi. Yəni uzlaşma doğru deyil. C variantında hər iki tərəfdə used keçmiş sadə zaman yazmışdı. Lakin biz ikinci tərəfdə today zaman zərfinə görə indiki zaman olacağını qeyd etdik. Daha sonra D variantında used və are used. Birinci tərəf doğrudur, ikinci tərəfdə are used ifadəsi səhvdir ki, use özü müstəqil xəbərdir. Used to ifadəsində biz to be ilə istifadə etmiş olacağıq, ona görə səhvdir. Y variantı doğrudur. Used və used. Birinci tərəf keçmiş sadə zaman, ikinci tərəf indiki sadə zamandır. Tərcüməmizə əsasən isə 20-ci əsrdə insanlar pullarını daşımaq üçün çantalardan və yaxud da ki, çamadandan istifadə edirdilər. Lakin bugün insanlar yalnız kredit kartından istifadə edir. Qeyd etdiyimiz tərcümə və qrammatik cəhətdən doğru cavab Y variantında qeyd olunmuşdur. Make up a sentence cümləni qurun. Cümləni qurarkən burada köməkçi feilin olduğunu nəzərə alsaq, ümumi sual cümləsi şəklində qursaq daha doğru olar. Ona görə 3 ilə başlayacağıq. Did the children, daha sonra xəbərimiz use, to live in this village. 3, 1, 4, 2, 5, 6 ümumi Y variantımız doğru götürülmüş olur. Choose the correct variant. Doğru variantı seçin. My little niece went hiking last year. Biz burada tək question'a, yəni ayrıcı sualı əsasən qaydanı davam etdirməliyik və birinci tərəf təsdiq olduğu üçün ikinci tərəfi inkarda davam etdirəcəyik. Went keçmiş sadə zamana aid deyə köməkçi feilimiz did təyin olunmalıdır və my little niece mənim balaca bacım qızı və qardaşım qızı ifadəsində isə qadın cinsi olduğu üçün she ilə əvəzləyəcəyik. Did not she, C variantı doğru götürülmüş olur. A variantında köməkçi feil doğru verilməyib, həm təsdiqdədir. B variantında köməkçi feil doğru verilməmişdir. D variantında həm şəxsimiz he, həm də ki köməkçi feilimiz indiki zamanda qeyd olunmuşdur. Y variantında isə həm təsdiq, həm də şəxsin düzgün verilmədiyinə görə səhvdir. Choose the correct variant. Doğru variantı seçin. I didn't see at the party but Emily saw there. Birinci tərəfdə inkar olduğu üçün notdan sonra biz Sam və ya Samın törənməsini götürə bilmirik deyə B, C və D variantı səhvdir. Anyone götürsək daha doğru olmuş olar. İnkardan sonra biz any və any törənməsini istifadə edirik. İkinci tərəfdə cümlə təsdiqdədir və everyone ifadəsini tərcüməyə əsasən uyğun olduğunu qeyd edəcəyik. Mən qonaqlıqda kimisə görmədim, lakin Emily orada hər kəsi gördü tərcüməsini əldə etmiş oluruq. Qeyd etdiyimiz qrammatik qayda və tərcümə baxımından doğru cavabımız A variantında qeyd olunmuşdur. Choose the correct variant. Doğru variantı seçin. She to her teacher about the homework. Biz burada variantlara diqqət etsək düzgün modal feil təyin etməliyik. Və should modal feilini gördüyümüz üçün qaydaya əsasən should modal feilindən sonra to-suz məstər gəlməlidir. A variantı doğru cavabdır. Should ask, ev tapşırığı haqqında o öz müəlliminə xahiş etməlidir və ya soruşmalıdır. B-də səhvlik askın ayıncı qəbul etməsidir. C-də id qəbul edib. D-də to ilə yazılıb. Y variantında isə də yenə də to ilə yazıldığı üçün səhvdir. To-suz məstərlə verilən modal feilimiz A variantında doğru qeyd olunmuşdur. The correct variant. Doğru variantı seçin. While I at the bus stop, the rain started. Zaman uzlaşmasına görə biz burada keçmiş sadə zaman görürüksə, while ilə uzlaşmada keçmiş sadə və ya keçmiş davam edici zaman götürə bilərik. Variantlara əsasən artıq wait indiki sadə, waiting tək başına xəbər ola bilməz. Waiting isə indiki davam edici zamandır və uzlaşmada doğru deyil. B və C variantı qalır əlimizdə. Və tərcüməyə diqqət etsək, mən avtobus dayanacağında gözləyərkən yağış başladı. Mənim gözlədiyim müddətdə olduğu üçün bu zaman aralığında olan hərəkətlərdə biz keçmiş davam edici zaman götürdüyümüz üçün B variantı doğru cavabdır. Waited isə zaman uzlaşması baxımından doğru olsa da tərcüməyə əsasən while-da keçmiş sadənin birinci tərəfdə yazılmasını düzgün götürə bilmirik. Və qeyd etdiyimiz kimi həm qrammatik, həm də tərcümə baxımından doğru cavab B variantında qeyd olunmuşdur.
Choose the correct variant. Doğru variantı seçin. I like travel. Nəqliyyat vasitələri ilə biz article yoxdursa by ifadəsini istifadə edirik, yəni söz onusunu. I like travel by plane. Mən təyyarə ilə səyahət etməyi xoşlayıram. But my husband would like to go a cruise. Burada dənizlə səyahət etməyi xoşladığı üçün biz article var deyə və gəmi ilə səyahətdə əgər ayaq üstə dayana biləcəyimiz nəqliyyat vasitələridirsə, təbii ki, ondan istifadə etmiş oluruq. Və qeyd etdiyimiz varianta əsasən birinci tərəfdə by, ikinci tərəfdə on olan A variantını doğru götürmüş olacağıq. Read the passage and answer the questions. Mətn oxuyun və sualları cavablandırın. In some cold parts of the world, there are hotels made entirely of ice and snow. Dünyanın bəzi soyuq hissələrində qar və buzdan bütövlükdə hazırlanmış otellər var. One of the most famous ice hotels is in Jukkasjärvi, Sweden. Demək, buzdan olan ən məşhur otellərdən biri İsveçrədə yerləşən Jukkasjärvidir. It is rebuilt every year with unique ice sculptures and the rooms. O hər il təkrarən, yəni xüsusi olaraq buz parçalarından və otaqlardan təkrarən tikilir. The rooms are cold, but visitors sleep in special sleeping bags to stay warm. Otaqlar soyuqdur, lakin gələn ziyarətçilər xüsusi yuxu demək çantaları vasitəsilə olan isti qalmaq üçün, yəni onun içərisində yatırlar. There is also an ice bar and the ice chapel, a small building or room used for Christian worship for weddings. Həmçinin burada buz parçaları və buzdan olan bir kilsə vardır ki, toy mərasimləri üçün nəzərdə tutulub. Another famous ice hotel is in Quebec, Kanada. Digər məşhur buzdan olan otel Kanadada Quebecdədir. It is open from January to March and the visitors can enjoy ice out and even stay in rooms made entirely of ice. O yanvar ayından marta qədər açıq olur və gələn ziyarətçilər demək burada incəsənət, yəni buzdan olan incəsənətdən zövq ala bilər və hətta onlar bütöv şəkildə buzdan hazırlanmış otaqlarda qala bilər. Building these hotels is difficult as it requires ice harvested from nearby rivers and the lakes. Bu otelləri tikmək çətindir, çünki demək yaxınlıqda olan çaylardan və göllərdən buz məhsulları tələb edir. Artists work hard to create incredible sculptures. Rəssamlar heyrətamiz bir heykəltaraşlıqlar yaratmaq üçün gərgin işləyir. Ice hotels are a unique way to experience art and nature and they offer activities like snow shoeing and dog sledding, making them a fun adventure for travelers. Buzdan olan otellər xüsusi bir metod ilə incəsənət və təbiəti təcrübədən keçirməkdir və onlar demək buzun üzərində ayaqla sürüşmək və yaxud da ki itlərlə sürüşmək kimi ziyarətçilər üçün əyləncəli bir macəranı etməyi, yəni fəaliyyətlər etməyi təklif edirlər. Mətnimizlə bağlı ilk suala diqqət etsək, choose the wrong information according to the passage. Mətnə əsasən yanlış məlumatı seçin deyir. A variantında the hotel the Glace in Quebec is made entirely of ice. Quebecdə yerləşən Glace Hotel bütövlükdə buzdan hazırlanmışdı. B variantında the ice hotel in Sweden is rebuilt every year. İsveçrədə olan buzdan otel hər il yenidən tikilir. C variantında the ice hotels offer activities like snowshoeing and dog sledding. Demək, buzdan olan otellər ayaqla sürüşmək və yaxud da ki itlərlə sürüşmək kimi müxtəlif fəaliyyətlər təklif edir. The rooms of ice hotel are always hot. Buzdan olan otelin otaqları həmişə istidir. Bizim səhvimiz elə D variantında qeyd olunmuşdur. Çünki mətnimizdəki məlumata əsasən buradakı otaqlar soyuqdur. The rooms are cold qeyd olunmalıdır. E variantında visitors sleep in special sleeping bags to stay warm in ice hotels. Gələn ziyarətçilər buzdan olan otellərdə isti qalmağa görə xüsusi yuxu çantalarında yatırlar. Tulumlarını nəzərdə tutur burada və bu variantda mətndə məlumat olduğu üçün doğrudur.
Səhv variantımız hot sözünə görə D variantında qeyd olunmuşdur. Which of the given question does the passage answer? Verilən suallardan hansının mətndə cavabı var? What activities are available for visitors at ice hotels? Buzdan olan otellərə gələn ziyarətçilər üçün hansı fəaliyyətlər münasibdir, uyğundur? Burada fəaliyyətlərin təklifi ilə bağlı mətnin sonunda məlumatımız var ki, buz üzərində ayaqla sürüşmək və yaxud da ki, itlə sürüşmək kimi fəaliyyətlər təklif olunur. Ona görə A variantının cavabı var. B variantında what is the temperature inside ice hotels? Buzda olan otellərin daxilindəki temperatur neçədir? Temperaturun nə qədər olması haqqında məlumat yoxdur. Why is the ice hotel in Quebec expensive? Quebecdə olan, buzda olan otel nəyə görə bahalıdır? Burada demək, Quebecdə olan otel haqqında, qiyməti haqqında məlumat qeyd olunmayıb, nəyə görə bahadır və ya ucuzdur kimi bir məlumat verilməyib. Ona görə düzgün variant kimi götürə bilmirik. Daha sonra how much is a room in an ice hotel? Buzdan olan oteldəki otaq neçəyədir? Yenə qiymət yazılmayıb. How long does it take to build an ice hotel? Buzda olan otel tikmək üçün nə qədər vaxt tələb olunur? Nə zamana qədər tikilib başa gələ bilər? Məlumat yoxdur. Qeyd etdiyimiz kimi mətnə əsasən sualın cavabı A variantında qeyd olunmuşdur. Choose the correct answer to the question according to the passage. Mətnə əsasən sualı doğru cavab verin. What is special about the ice hotel in Jukkasvarre, Sweden? İsveçrədə olan Jukkasvarre buz oteli haqqında nə xüsusidir? Buradakı otel haqqında məlumata diqqət etsək, hər il yenidən tikildiyi haqqında, daha sonra isə otaqların soyuq olduğu, lakin gələn ziyarətçilərin burada isti olmağına görə xüsusi yuxu çantalarından istifadə etməsi, daha sonra burada toy mərasimlərinə görə buzdan olan bir formalar və yaxud da ki, buzdan olan kilsənin olduğunu qeyd edirlər. Və qeyd olunan məlumatlara əsasən diqqət etsək, it is open all year round, bütün il boyu açıq olur, bu məlumat qeyd edilmir. It has a heated swimming pool, isti pol ilə swimming pool, yəni üzgüçülük hovuzu, isti üzgüçülük hovuzu var, səhvdir. It's located in the city center, şəhərin mərkəzində yerləşir, məlumatı yoxdur. It's rebuilt every year with unique designs and sculptures. Hər il təkrarən xüsusi bir dizayn və heykəltaraşlıqlarla yenidən tikilir. Hər il yenidən tikilməsi haqqında məlumatı qeyd etmişik. Ona görə D variantı doğru cavabdır. Y variantında it only allows guests to stay in summer. Yalnız yay aylarında gələn qonaqlara qalmağa icazə verilir. Məlumat səhvdir. Qeyd etdiyimiz kimi düzgün məlumat D variantında qeyd olunmuşdur.